Universitet həyatında oxuyan hər bir gəncin, hər bir tələbənin gələcək planları var. Və çox zaman maddi çətinliklər bu planların yetər qədər formalaşmamasına gətirib çıxarır. Əngəllər törədir. Bu yerdə təhsil tələbə kreditləri onların köməyinə çatır. Biz bu gün bunlar haqqında məlumat verəcəyik. Təhsil tələbə krediti ali təhsil almaq istəyən, lakin maliyyə çətinliyi yaşayan gənclər üçün əsl fürsətdir. Bu kredit sayəsində minlərlə gənc gələcəyini qurmaq yolunda əmin addımlarla irəliləyir. Artıq 3 ildir ki, təhsil tələbə kreditindən istifadə edirəm və bundan çox məmnunam. Çünki mən düşünürəm ki, mən buna istifadə edən zaman həm ailəmin maddi gücünə kömək oluram, həm də özümə kömək oluram ki, bu il məsələn mən magistr hazırlığına gedirdim. Yəni təhsilimə verəcəyim pulumu artıq verirdim magistr hazırlıqlarıma. Yəni özümü daha da inkişaf etdirməyim üçün əla fürsətdir məncə. Mən 11-ci sinifdə oxuyanda bizə məktubdan bu barədə məlumat verdilər. Mən də ki, evdən mamam əvvəlcədən demişdi ki, ödənişliyə düşsən oxumayacaqsan. Fikirləşirdim ki, ödənişliyə düşsən məsələn oxuya bilmərəm. Onun üçün mən internetdən təhsil tələbə krediti barədə ətraflı məlumatlar topladım. Universitetə imtahan verəndən sonra, balım məlum olandan sonra bu barədə Naxçıvan Dövlət Universiteti səhifəsində də gördüm ki, təhsil tələbə kreditinə müraciət etmək istəyənlər nömrə qoymuşlar. Elcun müəllimin nömrəsini götürdüm, ona əlaqə saxladım ki, necə müraciət edə bilərəm. O deyir ki, universitetə gəlib siz bu barədə müraciət edə bilərsiniz təhsil tələbə kreditinə. Mən də gəldim, Elcun müəllimin köməyi ilə tələbə kreditindən yararlandım. Tələbə kreditinin 2 növü var, standart, sosial. Mən standart tələbə kreditindən istifadə edirəm. Mən bilirəm ki, imtahan ballarım yüksək olsa, mənə güzəştlərdə tətbiq olunacaq. 3 ildir standart tələbə təhsil kreditindən istifadə edirəm. Şərtlərindən və güzəştlərindən çox razıyam. Ailə vəziyyətim aşağı olduğu üçün biraz sıxıntılar çəkirdi və elə oldu ki, sosial şəbəkədə təhsil tələbə kreditini gördüm və müraciət elədim. Daha sonra isə təhsil tələbə krediti fondu tərəfindən mütəmadi olaraq müəyyən seminarlar və maarifləndirici tədbirlər keçirildi və məni daha da bu sahəyə yönləndirdi və mən müraciət elədim. Çox da razıyam. Güzəştlərindəndir, şərtlərindən də çox məmnunam. Standart təhsil krediti götürdüyüm üçün mənə ilk 6% ödəyirəm faizimi. 2 il müddətindən sonra ödəməyə başlayıram və hətta belə bir bizə şərait də yaradılıb ki, ortalama balımız 91 baldan yüksək olduqda standart kreditdə ilk 25%, amma sosial kreditdə isə 50% əsas borcdan silinir. Təhsil tələbə kredit fondu tərəfindən təqdim olunan bu imkanlar yalnız akademik göstəricilərlə yox, eyni zamanda sosial vəziyyətlə də əlaqələndirilir. Bu dövrlərdə ailəmin biraz maddi imkanı zəif idi və Instagramda gəzərkən birdən bunun rəsmi səhifəsi ilə təhsil tələbə krediti fondunun rəsmi səhifəsi qarşıma çıxdı və burada şərtlərlə maraqlandım. Şərtləri oxuduqdan sonra isə deməli 20% ilə ödəniş olacaq idi və burada deməli mənim təhsil haqqım 1300 manat idi. 20% ilə ödənişdə isə 260 manatı mən ödəyəcəkdim, 1040 manatını isə fond ödəyəcəkdi, yəni kömək olunacaq idi. 2-ci semestr üzrə yenə də maraqlandım. 2-ci semestr üzrə isə artıq 1-ci kursun 2-ci semestri olduğu üçün biraz şərtlər dəyişmişdi. Burada artıq imtahanlardan keçid mərhələsi olmuşdu və imtahanlardan keçdikdən sonra burada belə bir şey var ki, ümumi ortalama müvəffəqiyyət göstəricisi 71-dən yuxarı olmalı idi. Mənim də ortalama göstəricim 85 olduğu üçün götürə bildim. İkinci dəfə müraciəti göndərdim və həmin anda əməkdaşlar məndən deməli ünsiyyətə keçdilər. Mənə qazancı o oldu ki, mən Bakıdan gəldiyim üçün daha çox biletə pulum çıxırdı. Burada qalmaq, bura yeni yer olduğu üçün burayla hələ tanışdıq və s. bu tip şeylər oldu. Və burada deməli mənim üçün sosial rifahımı təmin etdi. Yəni maddi cəhətdən olduqca mənə yaxşı imkanlar verdi. Yəni ailəmə də həm də yük olmadı, dəstək oldu əksinə. Mən universitetə qeydət üçün gəldiyim zaman tələbə təhsil kreditlə bağlı plakatı gördüm və bununla bağlı qeydata yaxınlaşıb məlumat istədim. Onlar da sağ olsunlar mənə ətraflı məlumat verdilər. Atam 1-ci qrup 50 olduğu üçün mən güzəştli kreditdən rahat şəkildə istifadə edə biləcəkdim və bunun şərtləri də olduqca mənim üçün uyğun idi. Həm 10 il ödəmə müddəti var idi, həm 2 il güzəşt müddəti var idi. Deməli, burada bir çox güzəştlər və üstünlüklər var idi. Mən müqaviləni demək olar ki, tamamilə oxumuşdum. Ən böyük güzəşt ondan ibarətdir ki, siz burada təhsil aldığınız zaman ümumi orta göstəriciniz 91 və 91 üzəridirsə və sizin ödənişiniz 50% yenir. Yəni artıq siz ödənişinizin yarısını ödəyirsiniz. Mən 3 ildir burada təhsil alıram və demək olar ki, 1-ci kursdan bəri təqaüd alıram və əlaçı tələbəyəm və bu mənim gələcəkdə ödəniş zamanı mənim 50% ödənişimin aşağı enməsi deməkdir.
Kredit aşağı faizlə və ya faizsiz verilir. Tələbələr təhsilini bitirib işə başladıqdan sonra ödənişə başlayırlar. Güzəşt dövrləri isə sistemin ən insani tərəflərindəndir. Təhsil hər bir gəncin haqqıdır. Bir gəncin həyatına, gələcəyinə atılan imzadır.